يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وصلى الله على سيدنا محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين إلى قيام يوم الدين. Salam, əziz və hörmətli Vilayət TV-nin izləyiciləri. Xoş gördük sizləri yenidən Qur'anın təcvidli oxunuşu dərslərində. Əziz izləyicilərimiz, artıq biz 13-cü dərsə çatdıq. İnşallah bu dərsdə də növbəti hökm və qaydanı öyrənəcəyik. Yadınızdadırsa, keçən dərsimizdə biz idğamın hökmlərini, yəni idğamın növlərini öyrəndik. İnşallah bu dərsimizdə də yeni bir dərslə, mövzuyla inşallah dərsimizi başlayırıq. Sakin mim hərfinin qaydaları ilə tanış olacaq. Yəni, sakin mim hərfi tərkib və birləşmələrdə aşağıda qeyd olunan 3 vəziyyətdə əmələ gəlir. Yəni, idğam olunur, ixfa olunur və izhar olunur. Gəlin, baxaq, sakin mim harada idğam olur. Sakin mim hərfi özündən sonra gələn mim hərfində idğam olunur. Ki, keçən dərsimizdə də mütəmasileyn idğam növündə biz bunu gördük və öyrəndik. Bu idğam mütəmasileyn və qünnə ilə yanaşı olur. Qünnə də dedik ki, xeyşumdan, yəni burun boşluğundan gələn səsə deyilir. Məsələn, vahum muhtədun kəlməsində, baxın, birinci mim vahum kəlməsində qırmızı rənglə işarələnib, sakindir. Sakin mim növbəti kəlmədəki mim hərfi ilə birləşəndə idğam baş verir. وَهُمْ مُهْتَدُونَ Qünnə də, yəni burun boşluğundan xaric olan səs 2 hərəkə miqdarında saxlanılır. Yəni, 2 hərəkə miqdarında biz qünnəni davam etdiririk. وَهُمْ مُهْتَدُونَ Bu cür oxuyuruq. Sonra kəm, min oxuyuruq. Kəm, min. Bəli, burada da gördüyünüz kimi sakin mim idğam olundu. İkinci vəziyyəti sakin mimin ixfa vəziyyətidir. Yəni, sakin mim hərfi B hərfindən öncə gələrsə, əvvəl gələrsə, ixfa olunur. İxfa nə deməkdir? İxfa lüğətdə gizlətmək və məxfi etmək mənasını daşıyır. Termində isə, yəni təcvid terminində isə hərfin izhar və idğam halları arasında olan bir vəziyyətdə sonraki hərf şiddətlə tələffüz olunmamaq şərti ilə qünnə ilə yanaşı əda olunmasına deyilir. Yəni, biz sakin mimi B hərfində ixfa etdikdə hərf, yəni sakin mim nə izhar olur, nə də idğam.
Bəlkə mim hərfi gizlədilir və tam aşkar olmur. Mim hərfi ixfa olunduğu zaman dodaqlar arasında azacıq fasilə qalana qədər bir-birinə yaxınlaşmalıdır. Ki biz bunu inşallah nun sakinin hökmlərində də ətraflı bəhs edəcəyik. Bu vəziyyətdə səs qünnə şəklində 2 hərəkə miqdarında davam etməlidir. Yəni, sakin mim B hərfinə çatdıqda biz sakin mim hərfini 2 hərəkə miqdarında qünnə ilə tələffüz edirik. Mim hərfi ixfa olunduğu zaman dedik ki, dodaqlar arasında azacıq fasilə yaranır. Hətta təcvid alimləri buyurur ki, məsələn, bir kağızı dodaqların arasına salırsan və o miqdarda azacıq fasilə yaranır və qünnə ilə oxunur. Məsələn, gəlin birlikdə oxuyaq. Rabbəhum bihim kəlməsinə diqqət edin. Sakin mim B hərfinə yetişəndə ixfa olunacaq. Rabbəhum bihim, Rabbəhum bihim azacıq fasilə yaranır və 2 səs qünnə ilə 2 hərəkə miqdarı qünnə ilə oxunur. Əm bihi sakin mim B hərfinin yanındadır. Yəni sakin mimdən sonra B hərfi gəldikdə ixfa olunacaq. Əm bihi oxuyuruq. Əm bihi, əm bihi. Yəni izhar və idğam halları arasında baş verir və mim məxfi olur, gizlədilir. Beynəhum bil qisti oxuyuruq. Beynəhum bil qisti, beynəhum bil qisti olaraq oxuyuruq. Bəli, bir də üçüncü izhar halıdır ki, sakin mimdə baş verir. Sakin mim hərfi, idğam və ixfa hərfləri istisna olmaqla yerdə qalan bütün hərflərlə yanaşı gəldikdə izhar olunur. Yəni, idğam hərflərini və ixfa hərflərini çıxandan sonra yerdə qalan bütün hərflər, yəni sakin mim izhar olunacaq. Sakin mim hərfi öz məxrəcindən adi və aşkar şəkildə əda olunacaqdır. Məsələn, ləkum fiyhə kəlməsinə diqqət edin. Mim, sakin mimdən sonra fə hərfi gəlmişdir. Burada izhar baş verir. Ləkum fiyhə kəlməsinə diqqət edin, oxuyuruq. Ləkum fiyhə, ləkum fiyhə. Yəni, mim bizim Azərbaycan dilində olan m səsi kimi sadə tələffüz olunur və aşkar məxrəcindən əda olunur. Ləm yəf'al kəlməsinə diqqət edin. Ləm yəf'al oxuyuruq. Ləm yəf'al, ləm yəf'al. Beynəkum və beynəhum. Burada da sakin mim izhar olur. Beynəkum və beynəhum olaraq oxuyuruq. Bəli, dərsimizin sonunda tapşırıq hissəsinə çatdıq. Yasin və Kəhf surələrini tilavət edin. Həmin ayələrdə sakin mim hərfinin idğam, ixfa və izhar olunduğu yerləri müəyyənləşdirin. İnşallah biz Yasin surəsindən bir neçə ayəni oxuyub, sakin mimin qaydalarını, əhkamlarını tətbiq edəcəyik. Siz də inşallah özünüz Yasin və Kəhf surəsini də inşallah oxuyun və bu qaydaları tətbiq edin ki, bu qaydalar adət halına gəlsin və rahat şəkildə
oxuya biləsiniz, təcvidli oxunuşla Qur'anı oxuya biləsiniz. Bəli, əziz izləyicilər, Yasin surəsi 440-cı səhifədən başlayır və biz ilk ayədən oxuyuruq və sakin mimin qaydalarını, yəni izhar, ixfa və idğam olunduğu yerlərə diqqət edirik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin. Vel-Kur'anil Hakim. İnneke leminel murselin. Ala sıratın müstakim. Tenzilel azizirrahim. لِتُنذِرَ قَوْمًا مَا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ. Əgər diqqət etdinizsə, آباؤهم ما أنذر آباؤهم sakin mim fə hərfindən sakin mim hərfindən sonra fə gəlir və burada sakin mim izhar olunur. Yəni adi və sadə şəkildə öz məxrəcindən tələffüz olunur. Mə unzira əbəuhum fəhum qafilun olaraq oxuyuruq. Davam edirik. Ləqəd haqqal qavlu alə əksərihim fəhum la yu'minun. Burada da əksərihim fəhum izhar olunur, sakin mim. İnna cealna fi a'naqihim aghlalan fehiye ilal azqani fehum muqmahun. Bu ayədə də sakin mim a'naqihim aghlalan izhar olur və fehiye ilal azqani fehum muqmahun idğam olunur. Sakin mimdən sonra mim hərfi gəlir. Və bu idğamın növü mütəmasileyn idğamıdır. İki oxşar eyni hərfin idğamı baş verir. Yəni sakin mim, mim hərfində. Fəhum muqmahun. Və dedik iki hərəkə miqdarındağünnə ilə oxunur. Fəhum muqmahun olaraq oxuyuruq. Və davam edirik. وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ. وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ. Burada sakin mimdən sonra sin sə hərfi, sin hərfi gəldiyinə görə izhar olunur. Əydihim səddən və min xalfihim səddən. Burada da izhar baş verir. Fəhum la yubsirun. Fəhum sakin mimdən sonra la hərfi gəlir. Burada izhar olunur. Davam edirik. وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ. Bu ayədə bir neçə sakin mim var ki, izhar olunur. Bəli, davam edirik. وَسَوَاءٌ
عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون. Bəli, bu 10-cu ayədə də gördüyünüz kimi aleyhim sakin mimdən sonra həmzə gəlir, izhar olunur. Əm, ləm, sakin mimdən sonra ləm hərfi gəlir. Ləm tunzirhum, sakin mimdən sonra tə hərfi gəlir və izhar olunur. Tunzirhum burada da sakin mimdən sonra ləm əlif lə gəlmiş və burada izhar olunur. Bəli, əziz izləyicilər, burada dərsimiz sona çatır. İnşallah bu surəni, Yasin və Kəhf surəsini evdə, iş yerlərinizdə, harda olsanız imkan daxilində məşq edin və İnşallah bu sakin mimin qaydalarını diqqətə alaraq, riayət edərək qiraət edin. İnşallah növbəti dərsimizdə görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. يا